Növbəti bir nümunəyə baxaq, sintaktik təhlillə əlaqəli. Mənim baş verən bütün bu işlərdən heç bir xəbərim yox idi. Bu tip cümlələrlə qarşılaşanda biz necə təhlil aparmalıyıq və burada problem nədədir? Cümlənin xəbəri yox idi. Nə yox idi? Deyirik xəbərim. Və ikisini bir yerdə oxuyanda digər üzvlərə suallar çıxır müstəqil şəkildə. Xəbərim yox idi. Nədən? Baş verənlərdən, işlərdən, hansı işlərdən baş verən bütün bu. Və bunlar hamısı müstəqil cümlə üzvü kimi, deməli, suala əsasən ayrıla bilir. Amma gəlib mənim sözünə çatanda kimin xəbəri yox idi? Mənim. Bu artıq hansı üzv olacaq? Kimin yəlik alın sualıdır və heç bir cümlə üzvü olmur. Çünki birləşmənin, söz birləşməsinin, ismi birləşmənin asıl tərəfidir. Tamamlıq ola bilməz, çünki tamamlıq yəlik halda işlənmir. Mübtəda ola bilməz, çünki mübtəda yəlik halda işlənmir. Və deməli, mənim sözüm biz burada artıq cümlə üzvü kimi təhlil edə bilmirik. Deməli, əvvəlki təhlilimiz səhv oldu. Bəs necə təhlil eləməliydik? İstər-istəməz biz yox idi xəbərindən sual verəndə cavabı veririk xəbərim. Nə yox idi? Xəbərim. Amma bu xəbərim sözündəki im mənsubiyə şəkilsinə diqqətli olmaq lazımdır. Bunun əgər birinci tərəfi var cümlədə, yoxsa yoxdur. Mənsubiyə şəkilçili söz özü müstəqil cümlədə işlənə bilir. Amma yəlik halda olan söz, yəni xəbər olmaq funksiyasını kənara qoysaq, təhlildə, yəni heç bir şəkilçi olmadan, yəlik haldan başqa, mənsubiyə şəkilçisi olmadan cümlədə işlənə bilməz. Çünki o asılı tərəfdir və onun ikinci tərəfi mütləq olmalıdır ki, o da cümlədə işlənə bilsin. Bu xəbərim müstəqil şəkildə cümlənin mübtədası ola bilər. Bu şərtlə ki, onun birinci tərəfi olmasın cümlədə. Ona görə biz ilk birinci tərəfi axtarırıq. Xəbərim, kimin xəbəri? Mənim. Artıq mənim oldu birinci tərəf, xəbər oldu ikinci tərəf. Və yerdə qalan sözlər bu iki tərəfin arasına daxil olub. Mənim xəbərim. Nədən? İşlərdən. Hansı işlərdən? Baş verən, bütün, bu və s. Yəni, bu araya daxil olan sözlər artıq özü müstəqil cümlə üzvü ola bilməyəcək. Çünki söz birləşməsinin ortasına daxildir. Yəni, biz bunu parçalayıb mənim xəbərim ikisini bir mübtəda götürüb yerdə qalanların da deməli ayrıca üzv kimi ayıra bilmərik. Ona görə yox idi xəbər, yerdə qalan hər şey nə yox idi? Mənim baş verən bütün bu işlərdən xəbərim. Hamısı bir yerdə oldu cümlənin mübtədası. Və cümlə yalnız iki üzvdən ibarətdir. Mübtəda, xəbər. Əgər mənim sözü cümlədə olmasaydı, mənim yoxdursa, necə təhlil olunacaq? Yox idi xəbər. Nə yox idi xəbərim? Xəbərim yox idi. Nədən? Nədən yox idi? İşlərdən olacaq tamamlıq. Hansı işlərdən? Baş verən işlərdən bir təyin. Bütün işlərdən, bu işlərdən. 3 dənə təyin olacaqdı. Heç bir ədatlı deyə cümlə üzvü deyil və deməli cümlə onda ibarət olacaqdı. Təyin, 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 tamamlıq, mübtəda, xəbərdən. Amma o sözlərin birləşmənin arasına daxil olması artıq bu cümlədə ikicə üzv ortaya qoyur. Və bu tip suallar müxtəlif səviyyələrdə soruşulur. Ya elə sadəcə sintaktik təhlil kimi soruşulur sxemə uyğun. Ya belə şəkildə qurulur ki, hansı söz cümlədən çıxarılsa cümlə üzvlərinin sayı artar. Deməli, burada biz baxırıq, əgər mənim cümlədə iştirak edirsə, cümlə iki üzvdən ibarətdir. Amma biz mənimi cümlədən çıxaracaqsa, cümlə onda 3 təyin, bir tamamlıq, bir xəbər və neçə oldu? 3 təyin, tamamlıq 4, mübtəda 5 və xəbər 6. Deməli, 6 üzvdən ibarət olacaq, əgər birinci söz çıxarılsa. Yəni, bütün bu hallarda belə tip cümlələrlə işləyəndə birinci sualın açar sözü müəyyənləşdirmək lazımdır ki, bizdən nə soruşur.
İkinci isə təhlil sxemi əgər soruşulursa, yadda saxlamaq lazımdır ki, birinci sözü, yəni cümlənin əvvəli mənim, sənin, bizim, onun, onların və s. Yəni istənilən ad da ola bilər uşaqların, ondan sonra gənclərin, Ramizin, Sevilin və s. Yəni birinci söz əgər yəlik haldısa, onun ikinci tərəfi olacaq mütləq. Ya yanında, ya da neçə söz olmasından asılı olmayaraq kənarda. Və həmin ikinci tərəfi taparaq arada olan sözlərlə birlikdə götürmək lazımdır. Və bunu yadda saxlayandan sonra sualı mütləq diqqətli olmaq lazımdır. Hansı sözə kimin, nəyin, haranın sualını verə bildiksə, veririksə, artıq bilməliyik ki, bu suala cavab verən söz müstəqil cümlə üzvü deyil və onun ikinci tərəfi ilə birlikdə götürüləcək. Bu məqamı nəzərə almaqla bu tip cümlələri çox asanlıqla təhlil etmək və deməli testi düzgün cavablandırmaq olar.